Salam dəyərli izləyicilər. 11-ci siniflər üçün olan buraxılış sınavımızdan növbəti sınavımızın izahını verəcəm. Bu sınavın PDF-ni həm WhatsApp qruplarımızda, həm də Telegram kanalımızda paylaşmışıq. Linklər rəy bölməsində olacaq. Keçid edib, qoşulub sınavları əldə edə bilərsiniz. Tamamilə ödənişsizdir. Birinci sual. Aşağıdakı ədədlərdən hansı 4-ə tam bölünür? Şunlar 4-ə bölünmə əlaməti son 2 rəqəmi idi. Biz də bilirik ki, 45 4-ə bölünməz, A gedər, 37 bölünməz, 92 4-ə bölünərmi? Bəli. Cavab oldu C bəndə. 54-də bölünmür, 54 eyni şey. Cavab oldu C bəndə. Aşağıdakılardan hansı bir hədli deyil? Uşaqlar, baxın, bu bir hədlidir, bu bir hədlidir, bu da. Çox zaman uşaqlar çaşır burada. Uşaqlar, bu bir hədli deyil, bu çox hədlidir. Bizə demir ki, ümumiyyətlə bir hədli tam cəbri ifadə olmasın demir. Yəni çox hədli də ola bilər. Yəni ona görə cavabı D götürəcəyik. 63. Şəkildə uzunluğu 8 sm olan AB toxmandır. Radiusları 1 və 7-dir. Olan çevrələrin bir-birinə ən yaxın iki nöqtəsi arasındakı məsafə. Uşaqlar, baxın, buradan bir nöqtə götürərəm. Bir də buradan bir nöqtə götürərəm. Bura 90 dərəcə, bura 90 dərəcə. Bunu da birləşdirdim. Deməli, uşaqlar, mən əgər bu məsafəni tapsam, bu radius 7-dir, burada 1-dir. Burada 7-dir, burada 1-dir. Bütöv məsafədən 7 ilə 1-i çıxaram, ən qısa məsafə buradır, buranı taparam. Deməli, necə olacaq? Baxın, buradan paralel çəkərəm. Burada belə bir düzbucaqlı üçbucaq yaranır. Bura 1 olduğu üçün burada 1'dir. Onda bura qalır 6. Bura 8'dir. Burada 8'dir. Düzbucağı üçbucağa baxın. 6, 8, 10. Deməli buradan bura qədər 10'dur. 7 buradadır. 1 burada. Eləyir 8. Deməli 2 də buradadır. Ən qısa məsafə də 2'dir. B bəndi. 64. 3 ədədin ədəd ortası 16'dır. Bu ədədlərə 12 ədədi əlavə etsək, ədəd orta neçə olur? Uşaqlar, 3 ədədin ədəd ortası 16-dırsa, yəni A plus B plus C böl 3. Bu bərabərdir 16-ya. Hər tərəfi 3'ə vursam, A plus B plus C bərabərdir 48-ə. Deməli, 3 ədədin cəmi 48-dir. Bizə deyir ki, 4-cü ədədi, yəni 12-ni əlavə eləsəm, ədəd ortamız neçə olur? İndi uşaqlar, 3 dənə ədədin cəmi 48-dir. 4-cünü də əlavə eləyərəm, plus 12. Bölünsün 4 ədəddir deyə 4-ə bölərəm. Olacaq 60 böl 4, 15. Deməli, ədəd orta oldu 15. Sonra 65-ci sual. Deməli, uşaqlar, 1 çıx 3-də 1, eləyəcək 3-də 2. Vurulsun, 1 3-də 1 olacaq 3-də 4. Vurulsun, 1-dən 4-də 1 çıxanda olacaq 4-də 3. Vurulsun, 1-in üstə 4-də 1 gələndə olacaq 4-də 5. Nöqtələr. Uşaqlar, axırıncını yazmadan öncə bundan əvvəl də 1-in yazmalıyam. 1 çıxılsın, deməli. Uşaqlar, bundan sonra gələn belə olmalıdır. 1 plus 22-də 1. Aydındır. Bir dənə minusu, bir dənə plusu. Onda bundan əvvəlki də minusdan əvvəl plusdur. Da olacaq 1 plus 21-də 1. Bundan əvvəlki bu ifadədir. Bu da olacaq 21-də 22 vurulsun 22-də 21. İndi diqqətlə baxsaz görərsiniz ki, 3-də 4 ilə 4-də 3 gedər, 4-də 5 ilə bundan sonra gedər, 21-də 22 ilə 22-də 21 gedər. Bir dənə qaldı nə? 3-də 2 abən. Çox gözəl sualdı 65. Çaşdırıcı sualdı. 66. Şəkildə AF paraleldir DY-yə. Bucaq BAF. BAF, yəni bura alfadır. Bucaq CDY, yəni alfaya bərabərdir. CDY BCD-dən, baxın, CDY bucağı BCD bucağından 2 dəfə böyükdür. Ondan gəlin bura 2 alfa yazaq. Buna da 2 alfa yazaq. Bura alfa yazaq. Və ABC 30 dərəcədir. DSK-nı tap. Yəni buranı tapmaq lazımdır. Deməli, nə edərəm? Bunu uzadaram. Baxın, diqqətlə baxın uşaqlar. Bunu uzadaram.
Bura qədər tamamlayaram. Bunu da uzadaram. Bura qədər tamamlayaram. Paralel düz xəttlər daxilində qalan fiqura baxacaq. Buradan uşaqlar bir şey çıxmaz. Gəlin başqa bir yol yoxlayaq. Deməli nə edərəm? Bax bunu uzadaram. Diqqətlə baxın bura. Uzatdım. Bura 2 alfa, bura 30'dur. Bu da 3 bucağın xarici bucağıdırsa olacaq 2 alfa üstəgəl 30. Bura 2 alfadır. Bu da bunun qonşusu. Buradan olacaq 180 çıx alfa. Biz də bilirik ki 2 paralelin daxilində qalan 3 dənə bucağın cəmi 360'dır. Demək uşaqlar, toplayaq bunları. Deməli 180 çıx alfa üstəgəl 2 alfa üstəgəl 2 alfa üstəgəl 30 bərabərdir 360'a. Deməli 2 alfa ilə 2 alfa 4 alfa eləyir. Bir dənəsini çıxdım qalacaq. Biz də dəqiqə bunu biraz kiçildək. Deməli 4 alfadan alfa çıxanda qalır 3 dənə alfa. 180 ilə 30'u toplayanda eləyir 210. 360'dan da çıxanda qalacaq 250. Daha doğrusu 253'ə bölüm 250 yox uşaqlar, üzr istəyirəm, 150 qalır. Buradan da alfa bərabər olur 50'yə. Alfanı tapdıq 50. Bizdən soruşduğu bucaq DSK-dır. Yəni bax bu bucaqdır. Bu da 180 çıx alfadır. 180 çıx 50. Olacaq 130. Yəni B bəndi. Sonra 67. A bərabərdir ABCD və B bərabərdir BDFY olarsa A çıx B'nin sayı. Uşaqlar A çıx B, baxın A çoxluğu çıxılsın B çoxluğu bərabərdir. A'da olub B'də olmayanlar. B hər ikisində var deyə B'ni silərəm. D hər ikisində var deyə D'ni silərəm. A ilə C A'da var, B'də yoxdur. Bu element olacaq AC. Deməli saniyəsi də nədir? 2 dənə. C bəndi. 68. 0,72 ədədini faizlə ifadə eləyin. Faizlə ifadə eləmək üçün 100'ə vurmaq lazımdır. 0,72'ni vuranda 100'ə, şöyle 2 dənə 0 var deyə vergül 2 dənə sürüşəcək. Olacaq 7,2. Yəni D bəndi. 69-cu sual. A bərabərdir B böl C. Deməli 3B bərabərdir C böl A. 4C bərabərdir A böl B. Bizdən də bu ifadəni soruşur. Bu tip ifadələrdə tərəf-tərəfə vurmaq ən gözəldir. Bax, sol tərəfi bütöv bir-birinə vuraram. Olacaq 12 dənə A, B, C. Sağ tərəfi vuranda diqqətlə baxın. B vur C vurulsun, C vur A vurulsun, A vur B. Adətən bunlar tam ixtisar gedir. C'lər gedər, A'lar gedər, B'lər gedər. Baxın 12 dənə A, B, C bərabərdir 1'ə. Buradan da ardın buradan yazıram. A, B, C nəyə bərabərdir? 1 böl 12'ye. Bizdən də bunun tərsini soruşur. 1 böl A, B, C'ni soruşur. O da olacaq 12. Yəni B bəndi. Sonra 70-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlar 5 böl 13 nisbətində olarsa kiçik bucağı tap. Deməli, iki düz xəttin kəsişməsindən alınan bucaqlar 5 böl 13 olarsa, tutaq ki, bura 5x olsun, burada 13x olsun. Şuralar İki düz xəttin kəsişməsindən qarşılıqlı bucaqlar yaranır. Qarşılıqlı bucaqlar bərabərdir. Amma həmçinin qonşu bucaqlar da yaranır. Qonşu bucaqların cəmi 180 dərəcədir. Bərabərdir 180. 18x bərabərdir 180. X də bərabərdir 10'a. X'i tapdıq 10. Bizdən də kiçiyi soruşur. 5'i də 10'a vurdum. 50. 71. 36 nəfərlik sinifdə 15 nəfər riyaziyyatda müvəffəq deyil. 14 nəfər isə riyaziyyatda müvəffəqdir. Amma fizikada müvəffəq deyil. Bu iki fənnin hər ikisindən müvəffəq olan neçə nəfər var? İndi uşaqlar, bu biraz maraqlı sualdır. Müvəffəq sözü bizi çaşdırmasın. Yaxşı oxuyandır, belə deyil, uğurlu. İndi 36 nəfəri şagirddən riyaziyyatdan 15 nəfər uğursuzdur. Deməli, riyaziyyat, uğurlu, bir də uğursuz. Uğursuz, deməli, 15 nəfərdir. Deməli, uğurlu nə qədərdir? 21 nəfər. Sonra, amma 14 nəfər isə riyaziyyatdan uğurludur. Uşaqlar, üzr istəyirəm, uğurlu da 14 nəfərdir.
Deməli toplam 29 nəfər edir. 7 nəfər qalıb kənarda. Amma fizikadan müvəffəq deyil. Hə uşaqlar, üzr istəyirəm. Harda yanlış elədik? Deməli, bu 14 nəfər riyaziyyatdan normalda bu 26 nəfər uğurludur da, düzdür? 26 yox. Toplamda 36-dır. 21 nəfər uğurludur. Və bizə deyir ki, bu 21 nəfərdən 14 nəfəri fizikadan, baxın, 14 nəfəri fizikadan nədir? Uğursuzdur. Fizikadan uğursuzdur. Yerdə qalır 7 nəfər. 7 nəfər deməli fizikadan nədir? Uğurludur. Müvəffəqlərdən. Bu iki fənnin hər ikisindən müvəffəq olan neçə nəfər var? Baxın uşaqlar, 7 nəfər həm fizikadan uğurludur, həm də riyaziyyatdan. Başdan deyirəm, bir də diqqətlə qulaq asaq, biraz qarışıq sualdır. Deməli 36 nəfər şagirdimiz var. 15 nəfər riyaziyyatdan uğursuzdur. Bunu atdım, getdi. Uğursuz lazım deyil mənə. Uğurlu 21 nəfər qalır riyaziyyatdan. Və bizə deyir ki, 14 nəfər riyaziyyatdan uğurlu olsa da fizikadan uğursuzdur. Deməli bu riyaziyyatdan uğurlu olan 14 nəfəri ayırdım, bir də 7 nəfəri ayırdım. Bu 14 nəfər fizikadan uğursuzdur. Axı 21 nəfərin 14-ü fizikadan uğursuzdursa, 7-si uğurludur. Həmçinin bu 7 nəfər riyaziyyatdan da uğurludur da. Hər ikisindən D bəndi. Maraqlı sualdır. 72. Aşağıdakı ədədlərdən neçəsi sadədir? Deməli uşaqlar, 126 2-yə bölünür, sadə deyil. 121 deməli 11-ə bölünür, sadə deyil. 117 rəqəmlər cəminə baxın, 9 eləyir. 3-ə də bölünür, 9-a, bu da sadə deyil. 111-də rəqəmlər cəmi 3-dür, 3-ə bölünür. Neçədən oldu? Bir dənə A bəndi. Sadədətdir deyir, oldu bir dənə A bəndi. 73. ABC üçbucağında AB bərabərdir AY-yə. Yəni bax bu bərabərdir buna. Olsun. BC bərabərdir BD-yə. Onda belə yazaq da. Bura alfadırsa, burada alfadır. Bura betadırsa, hələ ki. Burada betadır. DBY bucağı 30 dərəcədir. DBY bucağı. DBY bucağı buradır. 30 dərəcədir. Sonra, uşaqlar, hələ ki bunu saxlayaq. Bu 3 dənə daxili bucağın cəmi 180-dir deyə. Alfa plus beta plus 30 bərabərdir 180. Alfa plus beta bərabərdir 150. Deməli, alfa plus betanın cəmi 150-dirsə, alfa plus betanın cəmi 150-dirsə, onda bu bucaqların da cəmi 150-dir. Onda böyük bucaqda 30 dərəcədə, kiçik bucaqda. Uşaqlar, ya yanlış yazdıq nəyəsə, ya da sualda səhvlik var. Bir də yenidən baxaq. Başdan baxaq. Çünki uyğun gəlməyən bir şey oldu. Deməli, AB bərabərdir AY-yə. Hə, uşaqlar, buna bərabərdir. Mən bayaq bunu demişdim. Deməli, bərabər olan tərəflər buradır. Bax, bura alfadırsa, burada toplamda alfa olmağı üçün bura gərək olsun alfa çıx 30. Cəmi alfa olsun. Hə, belə olacaq indi. Və BC bərabərdir CD-yə. BC bərabərdir CD-yə. Onda buradakı bucaq da bura bərabərdir. Onda bura beta olsa, bura olacaq beta çıx 30. Sonra ABD bucağı, yəni alfa çıx 30-dan çıxaram. YBC bucağı, yəni beta çıx 30-u. Bu da bərabər olacaq 20-yə. Sadələşdirək. Alfa çıx 30 çıx beta üstəgəl 30 bərabərdir 20. Buradan 30'lar gedər. Alfa çıx beta bərabər olar 20-yə. Alfa çıx beta bərabərdir 20. İndi bizim əlimizdə başqa bir məlumat da var. Bax, bunun daxili bucaqlarının cəmi 150-dir. Alfa plus beta plus 30 bərabərdir 180. 180 daha doğrusu. Alfa plus beta da 150-dir. Alfa plus beta 150-dir. Alfa minus beta 20-dir. Tərəf-tərəfə toplasam 2 alfa bərabərdir 170. Alfa bərabərdir 85. Alfa 85'dir. Məndən bax bu bucaq soruşur. 85 çıx 30. Oldu 55. Nasıl? Yəni B bəndi. 74. Hikmət pulunun 5'də 2 hissəsinə kostyum
və 7-də 2 hissəsini ayaqqabı aldı. Bunları aldıqdan sonra onun 110 manat pulu qalarsa, kostyumun qiyməti neçə manatdır? Baxın uşaqlar, Hikmət pulunun tutaq ki, X pulu var. 5-də 2 hissəsinə kostyum, bunun 5-də 2 hissəsi getdi. Üzərinə gəl, 7-də 2 hissəsinə də ayaqqabı aldı. 7-də 2 hissəsi də getdi. Bunları aldıqdan sonra onun 110 manat pulu qaldı. Deməli, bax, xərclədiyi budur və 110 manatda pulu qalıb. Bu, bərabər olacaq X-a. Bunu orta mərcə yetirərəm. 35-də çarpaz vuraram. 14x plus 10x. 24x. Üstəgəl 110 bərabərdir X-a. Hər tərəfi 35-ə vursam, qalacaq 24x. Üstəgəl 3500. Daha doğrusu 110 vur 35 bərabərdir 35x-a. 24x-i sağa keçirsəm, qalacaq 11x bərabərdir 110 vur 35. Və uşaqlar, bu 11 ilə 110 gedər. Burada 10 qalar. X bərabərdir 10 vurulsun 35, yəni 350. Deməli, bu kimi idi. Hikmətin 350 manat pulu var imiş. Növbəti sual 75. Çevrədə eyni qövsə söykənən daxilə çəkilmiş bucaq mərkəzi bucaqdan 35 dərəcə kiçikdir. Mərkəzi bucaq neçə dərəcədir? Sadə sualdır. Uşaqlar, eyni qövsə söykənən, baxın, bu daxilə çəkilmiş bucaq olsun. Bu da mərkəzi bucaq olsun. Deyir ki, bundan 35 dərəcə kiçikdir. Yəni, bura x-dırsa, bura x-cıq 35-dir. Və uşaqlar, bilirik ki, bunu 2-yə vursam, bunu alaram. X-cıq 35-i vuraram 2-yə, bərabər olur x-a. 2x-cıq 70 bərabərdir x. Buradan x bərabərdir 70. Deməli, bucağımız 70 dərəcədir. Mərkəzi bucaq elə 70-dir. 76. A və B natural ədədləri üçün A vur B 144 olarsa, A neçə fərqli qiymət ala bilər? A neçə fərqli qiymət ala bilər? Uşaqlar, 1 vur 144 ola bilər. 2 vur 72 ola bilər. 3 vurulsun, 3-ə bölünürmü bu? Bölünmür. Yox, bu dəqiqə bölünür. Deməli, 3-ə böləndə neçə düşəcək? 46. 48. Bəli, 48 olacaq. 4 vurulsun. Deməli, 4 vurulsun 144-ü 4-ə böləndə neçə düşür? 36. Bəli, 36 düşür. 5-ə bölünmür. 6-ya bölünəcək, 24 düşəcək. 7-yə bölünmür, 8-ə bölünürmü? Bəli, 8-ə də bölünür. 8-ə bölünəndə, deməli, uşaqlar, 18 düşəcək. 9-a bölünəndə 16 düşəcək. Sonra 10-a bölünməyəcək, 11 yoxdur. 12-yə bölünəcək, 12 düşəcək. Sonra uşaqlar, artıq 24 16-ya bölünərmi? Sonra uşaqlar, 24-dən əvvəl 16 var. Əslində uşaqlar, bunu bilirsiniz necə eləyə bilərik? Tək-tək yazmaqdansa 144-ün natural bölənlərin sayını tapsaq bəs eləyir də. Sadə vuruları ayıraram. 72, 2-yə bölərəm. Deməli, 36, 2-yə bölərəm. 18, 2-yə bölərəm. 9, 3-ə bölərəm. 3, 3-ə bölərəm 1. Bayaqdan heç fikir vermir inşallah. Əslində natural bölənlərin tapmış oluruq da 144-ün. Onu tapsaq, ümumi sayda tapmış olarıq. Onda buradan 144 bərabər olacaq. 2-dən 4 dənədir. 2 üstü 4 vurulsun 3 üstü 2. Natural bölən sayda qüvvəti 1 vaid artırmalıyıq. 4 plus 1 vur 3 plus 1. Olacaq 5 vur 4. 20 dənə uşaqlar fərqli qiymət ala bilər. 77. 6 işçi bir işi 24 günə görürsə, həmin işi 9 işçi neçə günə görər? Uşaqlar, təbii ki, işçi sayı artanda zaman azalır, tərs mütənasibdir. Tərs mütənasibdə qarşı-qarşıya vurulur. 6 vur 24. Buradan 3-ə ixtisar eləsəm 3x bərabər olacaq 48. X-ə bərabərdə 16. Məsələn, deməli 16 günə görər. Bəli, işçilərin sayı artanda zaman azalacaq. 3 bucağın 78. 2 xarici bucağı 112 və 105-dir. 3 bucaq çəkərəm. Tutaq ki, baxın, bura 112 olsun.
Bura 105 olsun. Üçüncü xarici bucağı neçə dərəcədir? Uşaqlar, şəkil çəkməyə ehtiyac yoxdur. Elə bildim daxili bucağı soruşur. Xarici bucaqların cəmi üstəgəl 105, üstəgəl x. X də bax bu tərəfdir. Bu üçünün cəmi hər zaman 360-dır. Buradan x bərabərdir 360 çıx 112 çıx 105. X bərabərdir. Deməli 360-dan çıxacam bu ikisinin cəmin 217-ni çıxmalıyam. X də bərabər olacaq 143. Ümid edirəm ki, düz çıxdıq. Üçüncü xarici bucaq oldu 143. Sonra 79. B və C natural ədədlər olmaqla bölünən B, bölən C, yəni B bölünsün C, qismət 4, qalıq isə 3-dür. C ən kiçik qiymət alarsa, B vur C hasilinin natural bölənlərin sayını tap. Uşaqlar, əvvəlcə buradan B bərabərdir 4C plus 3. Bu aşağı sinifdən keçdiyimiz ifadə eləmək. Sonra əsas məsələ C ən kiçik qiymət alarsa, yəni bölən ən kiçik qiymət alarsa. Uşaqlar, diqqətli olaq. Qalıq 3 düşür, düzdür? Qalığın 3 düşməsi üçün bölənimiz həmişə qalıqdan böyük olmalıdır. Ən kiçik qiymət neçədir? 4-dür. O zaman 4 vur 4 plus 3. 16 üstə 3, 19. Deməli, C oldu 4, B oldu 19. Bizdən də bunların hasilini soruş. 4 19-a vuranda 76. 76. 80. 3-də 2 hissəsi 0,1 dövrdə 3 olan ədəd tap. Uşaqlar, birinci bu ədədi tapaq. 0,1 dövrdə 3-dür. Bunu çevirərəm. 90-da 13 çıx 1, 12-yə. 3-ə ixtisar eləsəm 30-da 4, 15-də 2. Deməli, 3-də 2 hissəsi 15-də 2 olan ədədi tap. 15-də 2-ni bölərəm 3-də 2-yə, vuraram 2-də 3-ə. Hissələrinə görə ədəddir. Getdi qaldı nə? 5-də 1. 0,10-da 2. 81. Satış qiyməti 45 manat olan şalvar endirimlə 35 manata satılmaqla 40% gəlir əldə edilib. Bu şalvarın endirimdən əvvəlki qiyməti neçə faiz gəlirlə hesablanmışdır? Uşaqlar, əgər 35 manata satılan şalvar 40% gəlirdirsə, bu 140 deməkdir də. Onda biz 100%-i tapaq. 100% yəni maya qiymətini, maya dəyərini tapmış olacaq. Hətta uşaqlar, heç uzatmayaq. 35 manat 140%-dirsə, 45 manat x. Buradan x-i tapaq birinci. 35x bərabərdir 45 vur 140. 5-ə bölərəm 7 qalar, burada 9 qalar. 7-yə bölərəm, burada 20 qalar. X bərabərdir 180. Deməli, burada oldu 180. Deməli, uşaqlar, bu 140, 40% idisə 180, 80% gəlir hesablanıbmış əvvəlki qiymətinə. 82. X 0 ilə 2 arasındadır. Uşaqlar, biz modul ifadələri həll eləmək üçün modulları açmalıyıq. Yuxarıdakı ifadəyə baxsam, kök 7 çıx 2. Uşaqlar, kök 7 2 tam onda neçə deməkdir? 2 tam onda neçəni 2-yə böləndə 1 tam neçə düşür? Yəni 1-dən böyük ədəd eləyir. 1-dən böyük ədəddən 1 çıxanda müsbət eləyir deyə qalacaq olduğu kimi çıx 1. Üstə gəl. Amma bu 2-dir. Ona görə mənfi olacaq, yerləri dəyişəcək olacaq. Kök 7 böl 2. Buradan da kök 7-lər gedər. 2 çıx 1, yuxarıda qaldı 1. Keçdik aşağı. Modulun daxilində bir dənə modul var. Ona görə birinci kiçik modulu açmalıyıq. Çıxılsın. Uşaqlar, x-imiz 2-dən kiçikdir. 2-dən kiçiyə də çıxanda müsbət qalır. Olduğu kimi açılacaq. 2 çıx x. Üstə gəl. Baxın uşaqlar, x 2-dən kiçikdir. Kiçik ədəddən 2 çıxsam mənfi eləyər. Onu açanda 2 çıxılsın x olaraq açılacaq. Bərabərdir. 1 bölünsün. Modul daxilidə 2 çıxılsın 2. Üstə gəl x. Üstə gəl 2 çıxılsın x. Bərabərdir. 2-lər gedər. Modulda x müsbət olduğu üçün olduğu kimi çıxacaq. Olacaq x plus 2 çıx x. X-lar da gedər. Qalacaq 2-də 1. Yəni 0,5. ABC düzbucaqlı üçbucağında AB perpendikulyardır BC-yə. Yəni bax bura 90 dərəcədir. AD x çıx 1-dir. DC x plus 1-dir. BD-də 4 kök 5 olarsa ABC üçbucağının daxilinə çevirən radiusunu tap. Uşaqlar, asandır. Əvvəlcə x-i tapaq. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı ayrılan parçaların hasilidir. Yəni x çıx 1
vurulsun x plus 1 bərabərdir bunun kvadratına. Bu da 16 vur 5, 80 eləyir. Olacaq x kvadrat çıx 1 bərabərdir 80. X kvadrat bərabərdir 81. X də bərabərdir 9. X 9-da 9-dan 1 çıxanda bura 8 olur. Burada 10. İndi bizə deyir ki, daxilinə çevirən radiusu, yəni kiçik yer tapmalıyıq. O da a plus b çıx c bölü 2-dir. Hipotenuz 10-dur. Katetləri tapmalıyım. Deməli, uşaqlar, katetləri Pifagordan da tapa bilərik, proyeksiya ilə də tapa bilərik. Gəlin proyeksiya ilə tapaq, elə daha rahat olacaq. Bura x desəm, x kvadrat bərabərdir 8 vurulsun 18. 8 18-ə vuranda 144 eləyir. Buradan x alınır 12. Deməli, bura oldu 12. Burada y olsa, y kvadrat bərabərdir 10 vurulsun 18. Buradan da y bərabərdir 180. Kök altında. Kök altında 180. 180-də uşaqlar. 18, 9 vur 20-dir. 36 vur 5-dir. 6 kök 5 eləyir. 6 kök 5. Deməli uşaqlar, bu tərəfdə oldu 6 kök 5. İndi uşaqlar, bizdən nəyə soruşur? Daxilə çevirən radiusu. Bu gördüyümüz düsturda yerinə yazmalıyıq. Deməli, katetlər 12, üstə gəl 6 kök 5, çıxılsın 18, bölünsün 2. Olacaq 6 kök 5 çıx 6 bölü 2. 2-yə də bölsəm olacaq 3 kök 5 çıx 3. Daxilə çevirən radiusu oldu bu. 3 kök 5 çıx 3. Uşaqlar, ədəd əslində mənə biraz köklə olması, irrasional olması qəribə gəldi. Həll yolumuzda yanlışlığı yoxdur. Ola bilər ki, hesablardasa səhv eləmiş ola bilərik cavabda. Amma mən düşünürəm ki, səhv eləməmişik. Ola bilər nəsə diqqətimizdən qaçıb. Amma həll yol qaydasında. Sadəcə köklə irrasional alınmasına görə deyirəm. Belə heç bir problem yoxdur. Növbəti 84. X kvadrat çıx y kvadrat çıx 4x 4y sadələşdirək. Uşaqlar, yuxarıda birinci x çıx y x plus y-dir. Buradan da mənfi 4-ü çıxardanda x plus y olacaq. Bu sürət. Aşağıda x kvadrat çıx 8x plus 16 çıx y kvadrat yazaram. Yuxarıdan x plus y-i vuruq kimi qarşıya çıxartsam, qalacaq x çıx y çıx 4. Aşağıda da uşaqlar x çıxılsın 4-ün kvadratı çıx y kvadratdır. Yuxarı olduğu kimi yazaram. X çıx y çıx 4. Aşağı kvadratlar fərqidir. Olacaq x çıx 4 çıx y x çıx 4 plus y. Buradan x çıx 4 ilə x çıx y gedir. Yuxarıda qalacaq x plus y bölünsün x plus y çıx 4. Yəni ifadəmiz sadələşdi, qaldı bu ifadə. Və salam. Növbəti sonuncu sual. AB toxunan və AD kəsəndir. Həmçində perpendikulyardır. AB 12-dir. AD də 24-dür bütöv. Çevirən radiusunu tapaq. Uşaqlar, AC x-dir, bütövdə 24-dür. Bizim belə bir xassəmiz var. Toxumanın kvadratı, yəni 12-nin kvadratı bərabərdir. Çöldə olan, yəni x vurulsun bütöv. 24-dür də bütövdür. Bu olacaq 144 bərabərdir 24x. Buradan x bərabərdir 6-ya. X-i 6 tapdıq. Bura oldu 6. Onda burada nədir? 18. Bu da çevrənin mərkəzi. Bizdən radiusu soruşur. Bax, bura bir hündürlüyü endirərəm. Bir də bura hündürlüyü endirərəm. Uşaqlar, vətər 18 olduğu üçün hündürlüyü endirəndə vətər yarıya bölünür. Bura olur 9, burada olur 9. Və uşaqlar, buradan bura qədər məsafə 9 plus 6 olur 15. Bura 15-dirsə, burada 15-dir. Bu da elə bizə radiusu verir də uşaqlar. Deməli, radiusu oldu 15. Və salam, bizdən soruşduğu ifadə radiusudur. Biz də radiusu tapdıq. Uşaqlar, ümid edirəm ki, izahları başa düşdünüz. Hər biri sizin üçün aydın oldur. Qeyd edim ki, PDF-lər Telegram kanalımızda var. Bundan əvvəlki bütün sınavlar. Sağ olun, hər birinizə uğurlar.